Kardeşim hakkında da vallahi ben şairi hakkında bir söz diyebilmem diyen dedi. Ama o çok güzel dost, sirdaş, aile başçısı, mehriban, güler yüz. O buğaltı gülüşü var ya, çok seviyorum onu. Bana sen tanışıyor. Allah razı olsun, Allah canını sağ eylesin kardeş. Allah ömür versin. Size de teşekkür ederim, minnettarım. Rəhmətə getmiş şair qardaşım mətləbi də yad elədiniz, xatirinizdə saxlayırsınız. Allah razı olsun. Allah hamımızdan razı olsun. Çox sağ olun, var olun. Kəramət bəlkə də ilk şeiri bacısı Süraya xanımla yazıb. Onu şairliği haqqında söz demirəm, amma o şeiri kim oxumuşdursa, hamı mənə deyirdi, vallahi hamısı yalandır. Senin hakkında ne var nokta ben nokta terennüm edeyim. Minnettarım kardeş, çok sağ ol. Allah sana Məndə fərqi yoxdur. Mən də sənin qardaşıyım. Həmin oğlu və qardaşıyım. Sağlar ol. Herkesi salamlayıram. Uzun illər Sumqayıt Tarix Muzeyində belə tədbirlər keçirmişəm. Vaxt məhdudiyyətini bilirəm. Çünki dəfələrlə özümüz hər tədbirdə iştirakçılardan dönə-dönə xahiş edirik ki, çox uzanmasın, biraz yığcam olsun. Ancaq elə tədbirlər var ki, o tədbirlərdə biraz insanlar danışmaq istəyir. Bu günlərdə Kəramət Əmirlinin söz dünyasına başvuruldu. Çıxış edənlər əksəriyyət onun öz şeirlərin Kəramət müəllimin özünə təqdim etdilər. Hansı ki, o şeirlərin hamısından mənim demək olar ki, xəbərim var. Mən burada bir şey vurğulamaq istərdim ki, Sumqayıt ədəbi yaradıcılığının aid olan üzvlərin əksəriyyətini mən tanıyıram. Və onlarla birbaşa təmasda oluram muzeyimizdə keçirilən tədbirlərdə və Sumqayıt yazarlarının böyük bir kolleksiyası bizim muzeyimizdə qorunub saxlanılır. Vaxtaşırı onlara müraciət edirik, tədbirlərimizdə istifadə edirik, kitabxanalar gəzmirik. Bundan ötürü Gülnarə xanıma təşəkkür edirəm, ürəkdən təşəkkür edirəm. Amma bu gün də mən bir balaca Kəramət müəllimin həm yaradıcılıq barədə, həm də ki, onun şəxsi xüsusiyyəti haqqında bir iki kəlmə deyərəm. Çünki əksəriyyət onu dedi. Bu günə qədər mən deməmişdim. Siz sağ olun ki, əksəriyyət onu vurğuladı, küsəyəndi. Həddindən artıq küsəyəndi. Onun bu məziyyəti, yəni tək mən yox, mən heç ağzımdan çıxartmamışam. Bugün etiraf elədim ki, burada Kəramət müəllimin küsəyənliyi, sən demə, məndən başqa hər kəs bilirmiş. Amma ki, yaradıcılığına qalanda, biz Sovet dövründə belə bir fikir formalaşmışdı. Məhəbbət şairi Cabir Novruz haqqında deyirdilər, Nüsrət Kəsəmənli haqqında deyirdilər. Amma mən Kəraməti gözəllik şairi adlandırıram. Sözün həqiqi mənasında heç bir gözəllik onun nəzərindən qaça bilməz. Tədbirlərimizin birində Asim müəllim iştirak edirdi. Tədbirə başlamamışdan qabaq yaxınlaşdı ki, Sevinç xanım, Kəramət müəllimi niyə dəvət eləmirsiniz? Bunu muzeyimizin direktoru Olya xanım da dəfələrlə mənə deyirdi. Deyirdim, yox, mən onun yanında, bəlkə də indi Asim müəllimin yadında qalar qalmaz bilmirəm. Deyirdim ki, dedim ki, Asim müəllim, valla mən onu görəndə əl-ayağım əsir. Çünki bizim evdə hər söz, hər durğu işarəsi haqqında mübahisələr gedir. Bir balaca ədəbiyyatı bilən bir adam kimi. Elə olub fikirləri ilə razılaşmayanda Rafiq müəllimə müraciət eləmişik. Fikir ayrılığımız olanda. Elə olub Google-a müraciət, ensiklopediya müraciət eləmişik. Mən bundan sonra Kəramətə nə arzulayıram? Mübahisəsiz yaradıcılıq, can sağlığı və məni yaradıcılığına qatmasın. Yəni mübahisələri olanda Allah sizin mehriban sizə sağ olun. Gələn hər
hər kəsə təşəkkür edirəm. Ailəmiz adından böyük bir ailəmiz yoxdur. Uşağın biri xaricdədir, birinin də işi elədi ki, valla indi hələ düşüb bir tikə çörəyinin dalına və bütün ailəmizin adından hər kəsə ürəkdən təşəkkür edirəm. Var olun, sağ olun.